Salam, hər vaxtınız xeyir olsun. Bugün biz təbii ki, qoşma və bağlayıcı testlərin izahına baxacağıq. Testlərin arasında bir qədər mürəkkəb və sadə testlər mövcuddur. Birinci sualdan başlayaq. Qoşmaya aid olan fikirləri müəyyən edin. Yalnız qoşmaya aid olan fikirləri istəyir burada. Sözdəyişdirici şəkilçi qəbul edərək müstəqil şəkildə cümlə üzvü kimi çıxış edə bilir. Müstəqil şəkildə cümlə üzvü kimi çıxış etməyi düzgün bir fikir deyil. Biz bilirik ki, qoşmalar ismin hallarına aid olan sözlərə qoşularaq müxtəlif cümlə üzvləri ola bilər. Amma müstəqil şəkildə qoşma heç bir cümlə üzvü olmur. Niyə görə? Çünki yalnız qrammatik mənaya malikdir. Və birlə olan variantları götürmürük, düzgün şəkildə götürmürük. 2-yə baxırıq. Sözlərə qoşulduqdan sonra müəyyən məna çalarlarına malik olur. Bəli, qoşmalar sözlərə qoşulduqda müəyyən məna çalar yaradır. 2 düzgün variantdır. Bir qoşma müxtəlif mənalar ifadə edə bilər. Bəli, bu qoşmaların amonimliyidir. Biz bir qoşmanı müxtəlif mənada işlədə bilərik. Elə qoşmalar var ki, onları bənzətmə kimi ifadə etmək olar, məsafə anlayışı bildirən qoşma kimi ifadə etmək olar. Ona görə də olacaq bizdə 2, 3 və 4-ə baxaq. Cümlədə müstəqil şəkildə işlənməsə də təklikdə öz yerini dəyişə bilir. Təklikdə necə öz yerini dəyişə bilər ki? O yalnız sözün yanında gəlməlidir. Xeyr, təklikdə heç öz yerini dəyişə bilməz. 5-ə baxaq. Xəbərlik şəkilçisi qəbul edə bilir, qoşulduğu sözlə birgə mübtəda rolunda ola bilər. Bəli, xəbərlik şəkilçisi qəbul edə bilər. Məsələn, deyirəm ki, bu adam sənin kimidir. Bax, kimidir qoşması var, sənin kimidir. Deməli, burada sənin yiyəlik hallı əvəzliklə işləndi. Deyir ki, və kimidir qoşması da ki, sənin əvəzliyinin yanında gəldi və xəbərli şəkilçisi qəbul etdi. Sənin kimidir. Amma mübtəda da ola bilər. Məsələn, deyirəm ki, Leyla kimilər dərsə gəlmir. Yəni, Leylaya bənzəyən mənasındadır. Leyla kimilər dərsə gəlmir. Kim? Leyla kimilər. Cavab olacaq D variantı. Uyğunsuzluğu müəyyənləşdirin. Hərgah şərt bağlayıcısı, bəli. İndiki şərt bağlayıcısı, həm də iştirak bağlayıcısı, bəli, həm də iştirak bağlayıcısı, bunu bilirik. Həm də. Yaxud bölüşdürmə bağlayıcısı, fəqət qarşılaşdırma bağlayıcısı. Bura qədər gəlir, yəni baxırıq ki, heç bir problem yoxdur. Amma B variantında deyir ki, indiki şərt bağlayıcısı. Axı bizim dilimizdə indiki dediyimiz şərt bağlayıcısı yoxdur. İndiki ayrı olsaydı, onda şərt bağlayıcısı olardı. B variantındakı sifət olduğuna görə uyğunsuzdur. 3-ə keçirik. Yenə də uyğunsuzluğu istəyir. Çünki səbəb bildirən qoşma. Nəinki iştirak bağlayıcısı, bəlkə güman şübhə bildirən modal söz. Əgər tabellik bağlayıcısı H qüvvətləndirici əmr ədatı. Bəli, H yerinə görə qüvvətləndirici əmr ədatı ola bilər. Nə zaman qüvvətləndirici olur, nə zaman əmr ədatı olur? Əmr şəklindən sonra işlənəndə əmr ədatı mövqeyindədir. Məsələn, deyirəm ki, gəlsin ha. Yox, əgər orada cümlədə əmr şəklində feil işlənməyibsə, başqa bir feildirsə və orada ha ədatını görürüksə, o qüvvətləndirici mövqeyindədir. Yəni, əmr ədatı olan ha sırf olaraq feilin əmr şəkli olan cümlədə işlənir. Qalan hallarda qüvvətləndirici hesab olunur. Çünki səbəb bildirən qoşma deyil. Bizdə səbəb bildirən qoşma yoxdur. B variantı olacaq cavab. Hansı cümlədə qoşma işlənməyib? Evə doğru danışmadığı üçün səhərəcən əzab çəkdi. Deyir ki, evə doğru danışmadığı üçün səhərə qədər, səhərəcən əzab çəkdi. Burada can qoşması var. Var. Yəni, bizdə işlənməyib soruşur. İllərdən bəridir ki, onların dostluğu davam edirdi. Bu işə hamıdan əvvəl o qol qoymuşdu. Bax, burada hamıdan çıxışlıq hallı sözdən sonra əvvəl qoşması işlənib. Yəni, əvvəl qoşmadır burada. Əgər çıxışlıq hallı və yaxud da hal olan sözlə deməli, bir yerdə işlənməsəydi, onda biz əvvəl sözünü zərf götürə bilərdik. Amma hamıdan sözü çıxışlıq hallı olan söz olduğuna görə, əvvəl qoşması işləndiyinə görə C variantında qoşma işlənib. Onlar bizə gəlmək üçün daha çox çalışırdılar. Bax, burada üçün qoşması var. Gəlmək üçün. Bostanından başqa adamlara da pay ver. Bax, burada
deyir ki, hansı cümlədə qoşma işlənməyib. Sən demirsən ki, burada bostanından başqa. Yox, bu düzgün ifadə deyil. Deyir ki, bostanından başqa adamlara da pay ver. Hansı adamlara? Başqa adamlara. Cümlənin məzmununu, kontekstini düzgün anlamaq lazımdır. Ona görə cavab Y variantı olacaq. Aydın oldu. Qalanlarda qoşma işlənib, Y variantında isə işlənməyib. Müqayisə cədvəlinə əsasən doğru fikirləri seçin. Deməli, bu klaster cədvəl tipli, daha doğrusu cədvəl tipli olan test tipidir və yalnız qoşmaya, yalnız bağlacaya və ortaq fikirləri seçmək lazımdır. Qoşulduğu sözlə birgə cümlə üzvü ola bilər. Bəli, ola bilər. Bir düzgün fikirdir. Bu isə bağlacaya aid bir şey deyil. Yalnız köməkçi nitq hissələrindən qoşmaya aid olan istisna bir fikirdir ki, qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilər. Ayrı, müstəqil şəkildə ola bilməz qoşulduğu sözlə. Çünki adından da göründüyü kimi qoşma, qoşulur sözləri və məna çalarları yaradır. Biri düzgün fikir kimi götürürük. Daha sonra, müstəqil leksik mənası yoxdur. Bəli, müstəqil şəkildə işlənəndə təbii ki, leksik mənası yoxdur. O bağlayıcıya da aiddir. 2. Qoşma ilə bağlayıcıya aid olduğuna görə, ortaq fikir olduğuna görə götürmürük. Hələ ki, biri götürürük. Daha sonra 3-ə baxaq. Cümlələri bir-birinə bağlaya bilir. Bəli, cümlələri asanlıqla bir-birinə bağlaya bilir. Bağlayıcı cümləni bağlamağa xidmət eləyir. Sözləri də bağlayır, cümlələri də. Suala cavab verə bilmir. Bu, hər ikisinə aid ortaq xüsusiyyət olduğuna görə biz 4-ü götürmürük. 5-ə baxaq. Cümlədə fikrin təsir gücünü artırır. Fikrin təsir gücünü artıran uşaqlar ədatdır. 5-i götürmürük. Qrammatik amonim ola bilər. Bəli, qrammatik amonim hər ikisi ola bilər. 1, 3, 6. 8-ci sual. İştirak bağlayıcısı işlənmiş nümunəni seçin. Asanlıqla bax, burada görsənir. Bunları sən aparacaqsan, özü də elə indi. Bax, bunları sən aparacaqsan, özü də elə indi. Deməli, burada iştirak bağlayıcısı işlənmiş nümunə dədir. Özü də. Çünki biz deyirik axı, həm də, da, də, bunlar iştirak bağlayıcısıdır. Baxın, Y variantına bir dənə baxın. Deyir ki, bizi ora çağırmazsa da getməliyik. Buradakı da-la C variantındakı cümlədəki da sizi qarışdırmasın ha. Y variantında deyir ki, çağırmazsa da, bilirik ki, sa da ədatları var da, düzdür. Sa da, sa plus da. Yadınıza gəlirmi? Yəni, sa plus da, sa deməli, şərt şəkilçisi ilə da ədatının birləşməsidir ki, bu ədat olacaq. Buradakı da ədat olacaq. Həmişə sa danı harada görürsünüzsə, o avtomatik ədat gedir. C variantı isə bilirsiniz də, özü də, bir də, həm də və s. Yəni, bunlar iştirak bağlayıcısıdır. Y variantından fərqli cəhəti odur ki, C variantındakı iştirak bağlayıcısıdır, Y variantındakı isə ədatdır. Digərləri isə qalan nümunələr öz yerindədir. Hansı cümlədə bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənib? Bunu nə sən, nə də dostların inkar edə bilər. Deməli, bizə bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi istəyir. Gəl baxaq belə, biz bunları aparmışdıq, Y variantına baxaq. Biz bunları aparmışdıq, hətta əlavələr də etmişdik. İşlər belə getsə də ümidinizi üzməyin. Bax, sa da, bu ədatdır. Bizə də istəyir ki, bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi olsun. Bax, biz bunları aparmışdıq, hətta əlavələr də etmişdik. Y variantını götürmürük, hətta bağlayıcıdır, daha bağlayıcıdır. C variantında dünənki məclisə xalası uşaqları da gəlmişdilər. Bax, hətta ilə əvəz eləyə bilirsənsə, həm də ilə əvəz eləyə bilirsənsə, uşaqları da, bax, uşaqları hətta gəlmişdilər. Məsələn, bu bağlayıcı olur. C variantındakı bağlayıcıdır. Y variantında da bağlayıcıdır. Bizdə bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi istəyir. Sən də bilməlisən ki, vaxtımız azdır. Burada da elə bir şey yoxdur. Bağlayıcılar işlənib. Bunu nə sən, nə də dostların inkar edə bilər. Burada da yenə də bağlayıcıları görürük biz. Bizə isə bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi olacaq D variantı. Getsə də, baxın, sa da birləşməsi var burada. Da burada nə olacaq? Ədat olacaq. Bağlayıcı olmayacaq. Sözün sonunda sa varsa, sa'dan sonra da olacaq bağlayıcı. Üzürlü sayın ədat olacaq. Amma əks halda görmürsünüzsə, sa'nı görmürsünüzsə, da iştirak məzmununda işlənibsə bağlayıcı olacaq. Cavab D variantı.
Qoşmaya aid olan fikirlər hansılardır? İsmin adlıq halına qoşulan qoşmalar şəxs əvəzliklərinə qoşulanda qoşulduğu söz əsasən müəyyən yəlik halda olar. Gəl baxaq. Deyir, ismin adlıq halına qoşulan qoşmalar. Məsələn, deyirəm ki, arzu kimi. Düzdür? Arzu adlıq haldadır, kimi qoşdum ona. Şəxs əvəzliklərinə qoşulanda deyir, qoşulduğu söz əsasən müəyyən yəlik halda olur. Məsələn, deyirəm ki, sənin kimi, bəli, mənim kimi, mənim qədər və yaxud da olur, yəlik halda olur. Məsələn, belə deyək də, sən kimi adlıq halda da ola bilər əslində. Birgəlik və vasitə məzmunu ifadə edən qoşmalar əvəzliklərə qoşulduqda qoşulduğu söz hər zaman qeyri-müəyyən yəlik halda olur. Məsələn, birgəlik vasitə ilə, la qoşması var ki, məsələn, deyirəm ki, əvəzliklərə qoşulanda mənimlə, səninlə, onunla, onun vasitəsilə, hər zaman qeyri-müəyyən yəlik halda olduğunu biz deyə bilmərik. Çünki mən işlətdim axı mənimlə, səninlə. Ümumiyyətlə səhvdir. Əsasən sözü qoşma kimi əsas etibarilə əksərən mənalarını ifadə edir. Əsas etibarilə əksərən, bəli, əsasən deyəndə əksərən, əksərən sözü artıq düzgün yazılmayıb orada. Yəni əsasən deyirsə, deməli əsasendir, çoxluq təşkil edir deməkdir. Maksimum, yəni belə. Deməli 2-3 getdi. Qoşmalar ismin bütün hallarına qoşula bilir. Xeyr, təsirli hala qoşma qoşula bilmir. 4 olan variant getdi. Deməli burada olacaq cavab. Bir dəqiqə 5-ə də baxaq. Qeyri, başqa, özgə qoşmaları sinonim qoşmalardır. Bəli. Deyir ki, səndən qeyri, səndən başqa, səndən özgə. Bunları üçünü öz-özlüyündə sinonim kimi işlədə bilərsən. Deməli 1-5. Burada da deyir ki, birincidə deyir ki, əsasən müəyyən yəlik halda olur. Əsasən sözünü görürsünüz orada. Desəydi ki, həmişə müəyyən yəlik halda olur, səhv olardı. Amma əsasən sözünə görə biz cavab olaraq 1 və 5 götürürük cavabı. D variantı olacaq cavab. Hansı cümlədə ca qoşması kimi çıxış etmir? Yəni ca ki variant qoşma kimi çıxış etmir. Bu şagird və abituriyentlər tərəfindən çox zaman qarışdırılan bir məqamdır. Yəni canın qoşma və ədat kimi çıxış edib etməməyi məsələsi. Nə zaman ca ədat olur, nə zaman qoşma olur, belə. İndi gəl baxaq ki, bizə çıxış etməsin deyir. Vahidə xasiyyətcə digər şagirdlərdən fərqlənirdi. Vahidə xasiyyət etibarı ilə, ca var ha. Canı orada biz qoşma kimi nə zaman deyə bilərik? Onu ilə, etibarı ilə, bu tipli olan sözlərlə işlədə biliriksə, deməli bu nə olacaq? Qoşma olacaq. A variantı qoşma. Hə. Bir vahidə xasiyyət və digər şagirdlərdən fərqlənirdi. Xasiyyət etibarı ilə, bax etibarı ilə sözü ifadə etdim. Bizim dostlarımız milliyyət etibarı ilə fərqli insanlar idilər. Gülür arxanla boylanan çəmənlik. Baxın, burada da la ilə əvəz elədim. Yol boyu ilə məni danışdırmadı. Yol boyunca görürsünüz, yenə də əvəz elədim. Amma körpəcə fidanlar boy atmışdı. Bu düzgün bir fikir deyil. Niyə? Çünki körpə sifətdir. Sifətə də ki, ədat artırıla bilər də uzaqbaşı. Qoşma necə artırılsın ki? Necə fidanlar körpəcə? Ca ədatı, bax burada ca, yəni ədat funksiyasında işlənib.